asan olur. Elə testdə səhv eləyənlərin əksəriyyəti məhz bu cür səhv eləyənlərdir. Yəni heç də bilməyib səhv eləməkdən çox suallar elə səhvlərdən olmur ki. Çox suallar beyin yorulduğu nəticəsində və testlərə düzgün yanaşmama nəticəsində səhvlər olur. Deməli, 1066-cı ildə Səlcuq dövlət tərəfindən tabe edilmiş Azərbaycan dövlətinin paytaxtı bu Şamaxıdır. 4 cavab D-dir. Sonra gəldik 21-ə. 21-ə. Xeyli müddət saray müxalifətinə və iri feodal qruplarına qarşı mübarizə aparmalı oldu. 1190-cı ildə Həmədan döyüşündə İraq Səlcuq Sultanı 3-cü Toğrulu məğlub etdi və oğlu ilə birlikdə əsir aldı. Mətndə adı çəkilən hökmdarın Məhəmməd Olcaytu ilə oxşar cəhətləri, yəni Qızıl Arslanın Olcaytu ilə oxşarlığı. Eyni bir dövlət xeyir, eyni bir dövlət deyil. Bunları dərhal çıxırıq. Qardaşından